Salam uşaqlar, axşamınız xeyir olsun. Bugün sizinlə alkinlər mövzusuna keçəcəyik. Baxaq görə alkinlər nədir? Alkinlər deməli doymamış karbohidrogendir, doymamış birləşmədir, alifatikdir. Alifatikdir və qeyd edə bilərik ki, tərkibində bir ədəd üç qat rabitəsi var. Bir ədəd üç qat rabitə var. Alken nə idi? Bir ədəd iki qat rabitə. Alkagen nə idi? 2 ədəd 2 qat rabitə. Alkin isə tərkibində bir ədəd 3 qat rabitə olan doymamış alifatik karbohidrogenlərdir. Ümumi formulu CnH2n-2 en böyükdür, bərabərdir 2-dən. Deməli, homoloji sırada yerini necə müəyyən edəcəyik uşaqlar? En çıxıcı bir düsturu ilə homoloji sırada yerini müəyyənləşdirəcək. Bilirsiniz necə? 5 dənə karbonu var alkinin. Homoloji sırada neçənci nümayəndədir? Deyəcəksiniz 4-cü nümayəndə. Çünki ilk nümayəndə en böyükdür, bərabərdir 2-dən. Sonra 3 qat rabitə birləşən karbon atomları sp hibridləşmə vəziyyətindədir. Sp hibridləşmə vəziyyətindədir. 3 qat rabitə birləşən karbon atomları. Bütün alkinlərdə 2 dənə pi rabitə olur. Və pi rabitəni hansı orbital yaradır desə, deyəcəksiniz ki, p orbitalları deməli əmələ gətirir. 2 dənə deməli pi rabitəsi var, 4 dənə p orbitalı olacaq. Gəlin formulumuzu ilə hesablamalara baxaq. Çox qalmayacaq üzərində bunun. Çünki biz alkagenlə nə qeyd eləmişiksə, deməli bunlara da aid olacaq. Birinci gəlin baxaq. Deməli, alkinin formulu. CnH2n-2 en böyükdür, bərabərdir 2-dən. Atomların ümumi sayı. Atomların ümumi sayı n 2n-2 oldu. 3n-2. Atomların ümumi sayı. Karbon atomları n'dir, hidrogen atomları 2n-2'dir. Emir 14n-2'ye bərabərdir. Necə alkagen? Bunlarda da elə. Sonra SS sigma rabitə alifatik olduğuna görə n-1. CH sigma rabitə hidrogen atomlarının sayı. Ümumi sigma rabitə 3n çıxılsın, deməli 3-ə bərabərdir. Sonra bunlarda bəs desəydi ki, ümumi rabitə, ümumi sigma yox. Ümumi rabitə deyəcəksiniz, ümumi sigmanın üzərinə bir 2 də gələcəm, 2 dənə pi rabitəsi var. Olacaq 3n çıxılsın 1. Neytron sayı bütün karbohidrogenlərdə 6n'dir. Proton sayı 8n çıxılsın 2'ye bərabərdir. Hibrid orbitallarının sayı 4n çıxılsın 4'ə bərabərdir. Gəlin yoxlayaq. Tərkibində bir dənə 3 qat rabitə olan karbohidrogen yazıram, alkin yazıram, hidrogenləri düzəldirəm. Baxın, bu sp-dir, bu da sp-dir, digəri isə sp3'dür. sp, bir dənə s, bir dənə p, neçə orbital deməkdir? 2. Bir dənə s, 2 dənə p, neçə orbital? 2. Bir dənə s, 3 dənə p, neçə orbital deməkdir? 4. Ümumilikdə neçə dənə orbital oldu? 8 dənə orbital oldu. Deməli, hibrid orbitallarının sayı oldu 8. Biz hibrid deyəndə tez onun başlığı 4n-dən gəlməlidir. Başqa bir şeylə gələ bilməz. İndi n-in yerinə 3 yazmışam da. N-in yerinə 3 yazanda olur 12. Axı hibrid orbitalı 8 tapmışıq. Deməli, 4'ü də çıxmalıyıq. Hibrid orbitallarının düsturu 4n-4'dür. Yenə deyirəm, heç nəyə əzbərləmək lazım deyil. Yəni, bu yaddan çıxa da bilər. Tez bir dənə nümunə yazıb ona uyğun düstur tapa bilərik. Sonra gəlin burada sp3 hibrid orbitallarının sayını tapaq. sp3 hibrid orbitalı 4'dür. Ümumi orbitalda biz nə dedik? 8'ə bərabərdir. Düzdürmü? Yenə hibrid orbitaldırsa 4n-dən gəlməlidir. Düzdürmü? 4n-dən başlamalıdır. N-in yerinə yazıram 3. Deməli oldu 4 vurulsun 3 12. Amma mənə lazımdır 4. Neçə çıxmalıyam? 8. Aydındır. Bu 4n çıxılsın 8 deməli olacaq nə? sp3 hibrid orbitallarının sayı.
Aydındır. Bu belə. Bu oldu bizim formul üzrə hesablamalarımız və alkalinlərlə demək olar ki, eynidir. İndi sizi ilə baxaq bunların adlandırılmasına. Gəlin görək necə adlanır. Tarixi adlandırma var, səmərəli var və beynəlxalq var. Tarixi adı, tarixi. Asetilin elə tarixi addır. Asetilin. Səmərəli adlandırmada asetilenin törəməsi kimi baxacağım. Uşaqlar, köprülü eləyəcəksiniz mənə. Asetilenin törəməsi kimi baxacağım. Məsələn, uşaqlar, belə bir bayaqlar formulu yazmışdıq. Nasıl yazmışıq? Belə bir formul qeyd eləmişik. Üçqat rabitə birləşən karbon atomlarını seçirəm. Və bu üçqat rabitəlilərə asetilen adı deyirəm. Hansı radikal yerdə qaldı? Metil radikalı. İndi baxın, metil asetilin adlandırarkən. Və yaxud bura bir yenə CH3 atıram. Yenə üçqat rabitəliləri seçdim. Üçqat rabitəli karbon atomlarına asetilin törəməsi kimi baxacağım. Baxın, hansı radikallar yerdə qaldı? Metil radikalı. Ona görə olacaq dimetil asetilin. Və yaxud sildim bunu. Bura H yazdım. Bir də marker oturmuşum bura. Deməli, bura bir dənə, baxın, mən necə adlandıracağım? Üçqat rabitənizi yenə seçdim. Hansı radikaldır bu? İzopropil olur. İzopropil asetilin. Vəssalam, səmərəli adlandırma bu qədər. Yəqin ki, aydındır. Davam edirəm. Beynəlxalq adlandırma. Beynəlxalq adlandırma zaman beynəlxalq həmişə alkana gedirəm. Bu şərtsiz bütün üzvü birləşmələrdə bu belədir. Beynəlxalq deyən kimi alkan yadınıza düşsün. Alkanın deməli adından an şəkilçisi silinir. Ora in şəkilçisi gəlib əlavə olunacaq. Məsələn, 2 karbonlu alkan kimi idi? Etan. Deməli olacaq etin. 3 alkanlı olacaq propin. Butin. Baxın, sonlarına in şəkilçisi əlavə elədim. Bəs yaxşı, şaxəli olsaydı bunu necə eləyərdik? Gəlin, baxaq. Mən istəyirəm bunu Aytac adlandırsın. Deməli, belə köməkliyi eləyə bilərəm ki, üçqat rabitəli, digərləri də yaza bilər. Daxil oldu, zəncir. Üçqat rabitə yaxın olan tərəfdən. Bir əmmar adlandır. Necə? Bir, yəni problem yoxdursa adlandıraq. Soldan sağa elə ən uzun zəncir onu götürək. CH-la başlayıb CH3-lə bitən. Soldan başlayaq. 1, 2, 3, 4. Nömrələməyə. Həm üçqat yaxında, həm də radikal. Hə, sonra? Olur 2 metil butin. Butin 1. Nəsə səhvlik yoxdur ki? Səhvlik? Bəli. Üçqatsa da yaxın, radikal da yaxın, bilmədim ki. Belə bir formul mövcud ola bilər. Ay, yox, hə, 4-5 dənədir karbonda orada. Ay, sağ ol. Ona görə diqqətli olun. Mən bəs niyə birinci adlandırmada dedim ki, mənə köməklik elə. Bax, fikir ver, belə bir formul mövcud ola bilməzdir. Yaxşı, baxırıq, davam edirik uşaqlar. Üçqat rabitə daxil olan ən uzun karbon zənciri seçirəm və radikala baxmıram. Mən nömrələmə aparacağım üçqat rabitə yaxın olan tərəfdən. Təbii ki, hər iki tərəfdən üçqat rabitə eyni düşürsə, ondan sonra radikala baxa bilərəm. Burada düşmədiyinə görə 1, 2, 3, 4 yazdım. Deməli, 3-dən çıxıb hansı radikal? Metil radikalı və uzun zəncirə uyğun alkan butan idi. Sonuna in artırdım, oldu butin. Üçqat rabitənin yeri görsənəcək. Üçqat rabitənin yeri birinci karbon olduğuna görə cavabımız butin 1.
3 metil butin 1. Yadınızda saxlayın. 2 metil butin 1 diye belə bir formul yoxdur. Aydındır? Başa düşdük bunu? Yani burada 3 niye oldu ki? Nə 3 niyə oldu? Üçüncü karbon atomundan metil çıxıb. Ha? Ha, xətt görünmədi ona görə. Aha. 3, bax belə. Başa düşdük. Bu oldu bizim beynəlxalq adlandırmamız. İndi gəlin baxaq izomerliyinə. Görək hansı izomerlik var bunlarda? İzomerlik deməli izomerliyi. Məsələn zəhriyə yaz niyə götürülür? Sonra mənə nəsə cavab yazarsan. Deməli izomerliyi. Hansı izomerlik bunlarda mövcuddur? İzomerliyi var, vəziyyət izomerliyi. Var uşaqlar quruluş izomerliyi. Var siniflər arası izomerlik. Yaxşı. Baxaq görək necə. Vəziyyət izomerliyi 3 qat rabitənin vəziyyətinə görə. Vəziyyət görən kimi 3 qat rabitənin vəziyyəti. Baxın uşaqlar, bu butin 1-dir. Vəziyyət izomerliyi 3-cü nümayəndədən başlayır. 3-cü nümayəndə, homoloji sıranın 3-cü nümayəndəsindən başlayır. Bu butin 1-dir. Belə yazsaydım, olardı butin 2. Bu vəziyyətdir. Quruluş izomerliyi olacaq uşaqlar, deməli 4-cü nümayəndədən. Baxın, quruluş izomerliyi yazıram. Bu pentin 1-dir. Baxın, bu isə olacaq 2 metil butin, 3 metil butin 1. Hər ikisinin karbon atomları 5'dir, lakin quruluşlarına görə fərqli oldu. Deməli, quruluş izomerliyi başlayır C5H8-dən, yəni neçənci nümayəndədən, 4-cü nümayəndədən. Vəziyyət izomerliyi başlayırdı 3-cü nümayəndə, yəni C4H6-dan. Siniflər arası izomerlik də qeyd elədi ki, deməli, tərkibində 2 ədəd 2 qat rabitəsi olan diyenlərlə siniflər arası izomerdir. Məsələn, bu propadiyen idi, düzdürmü? İndi yazıram propin. Propində, bir də etində, iç nümayəndələrdə, bax propin, bir də etində uşaqlar, deməli, 3 qat rabitənin yeri deyilmir. Yəni propin 1, deməli, etin deyilən belə bir anlayış ola bilməz. Bir sözün qeyd eləmirik. Bu da oldu bizim izomerliyimiz. İndi gəlin baxaq sizinlə deməli alınmasına, bir sənayedə alınmasına baxaq. Bir də laboratoriyada alınmasına. Gəlin görək, sənayedə bildiyimiz reaksiyalardır. İki reaksiyanın ikisini də bilirik. Sənayedə deməli kalsiyum karbid üzərinə su gələndə nə əmələ gəlirdi? C2H2 üstə gəlsin kalsium OH2. Ay, sağ ol. Və deməli alüminium karbidin üzərinə H2O gələndə nə əmələ gəlirdi? Onu da yadımıza salaq. Aha, yazın uşaqlar. Alüminium karbidin üzərinə su gələndə nə olurdu? Metan alınırdı, bəli. Sadəcə metan. C2H2 yox, metan alınırdı. Doğrudur. Bu birinci, sənayedə birinci alınma üsulu. Davamına baxırıq, bəli, CH4 üstəgəl alüminium OH3. Sonra metanın yadınızdadırsa 1500 Cl temperaturda alkan dərsi keçmişdik, ha? Deməli, 1500 Cl temperaturda parçalanmasından alınırdı C2H2 üstə gəlinsin H2. Baxın, bunlar sənayedə alınma üsuludur. Bəs laboratoriyada hansı üsulla alınır? Laboratoriyada alkanların dihalogenli törəmələrinə, deməli, qələvinin spirtdə məhlulu ilə təsir etməklə yazıram uşaqlar. Lakin şərt nədir? Şərt o olmalıdır ki, halogenlər qonşu, halogenlər ya qonşu olmalıdır, ya da eyni karbon atomunda yerləşməlidir. Bu zaman alkin alınacaq. Amma qonşu olmayan karbon atomlarında yerləşsəydi alkadiyen alınardı. Gəlin nümunəyə baxaq. Baxın. Buraya yazıram flor, burada yazıram flor. Üzərdə gələn qələvinin spirtdə məhlulu. Necə yazacaq uşaqlar?
Buradan tez natri xlorla H2O həmişə alınırdı da, demişdik biz bunu. Nə edəcəksiniz? Xlor çıxan yerə 3 qat rabitəni atacaqsınız. Xlor çıxan karbon atomlarına 3 qat rabitəni baxın atırıq. Aydındır? Sonra dedi ki, eyni karbon atomunda da yerləşə bilər. Məsələn, burada da yerləşsin, burada da. İndi hidrogenləri düzəldirəm. Sonra buraya yazırıq CH2, CH3. Fikir verin, eyni karbon atomundadır halogen. Deyirsiniz ki, müəllim, 3 qat rabitəni indi hara ataq? Sola yoxsa sağa? Hidrogen atomu harda azdırsa, bu tərəfə hidrogen 3 dənə düşür, bu tərəfə hidrogen 2 dənə. Ona görə xlorları silirəm, 3 qat rabitəni atacaq bura. Aydın oldu? Başa düşdük. Bu da laboratoriyada alınma üsuludur. Laboratoriyada deməli alkanların dihalogen törəmələrinə qələvinin spirtdə məhlulu ilə təsir etməklə alınır. Fiziki xassələrinə baxaq uşaqlar. Fiziki xassələri deməli ilk nümayəndə olan C2H2 asetilen qazdır. Adi şəraitdə qaz halındadır. Deməli, suda pis həll olan maddələrdir. Digər karbohidrogenlər kimi suda pis həll olan maddələrdir bunlar. Və gəlin baxaq indi necə. Qaynama temperaturu, ərimə qaynama temperaturu həmişə artırdı. Ərimə qaynama. Sıxlıq həmişə artırdı. Sıxlıq, emirdən asılılığı həmişə deməli artır. Ərimə qaynama temperaturu artır, lakin həll olma həmişə, yəni fərqi yoxdur, bu alkindir, diyendir, bütün üzv birləşmələrə aiddir, azalacaq. İndi karbonun kütlə payı ilə hidrogenin kütlə payına baxırıq. Alkan əksinəsi. Çünki formullarda alkan əksinə idi bunlar. Baxın. Necə? Karbonda. Hidrogende də ki artır. Omega karbon, bəli, emirdən karbon biz alkanda artır deyirdik, düzdürmü? Burada isə əksinə azalacaq. Hidrogen isə alkanda azalırdı. Burada isə hidrogenin kütlə payı nə edəcək? Artacaq. Aydındır? Başa düşdük bunu? Bəli. Bura qədər aydındırsa davam edək. Gəlin görək. Kimyəvi xassələri nədir? Təbii ki, deyirsiniz, müəllim, bunun pi rabitəsi var. Pi rabitəsi varsa, deməli, hansı reaksiyalara daxil olacaq? Birləşmə reaksiyasına daxil olacaq. Sonra polimerləşmə reaksiyasına daxil olacaq. 3. Kalium permanganat və bromlu suyu rəngsizləşdirəcək. Rəngsiz yazaq bura. Sonra yanma reaksiyasına daxil olacaq. Bir də bunlar üçün, bunlar xüsusi bir reaksiya var ki, doymamışlarda normalda əvəz etmə reaksiyası olur. Amma bunlarda əvəz etmə reaksiyasına rast gələcək. Birinci başlayıram birləşmədən. Özlərinə 2 mol maddə birləşdirirlər. Nə birləşdirirsə, tam doymuş hala keçmək üçün 2 mol maddə birləşdirirlər. Tam doymuş hala keçməsi üçün. 1 mol birləşdirib alkenə, 2 mol birləşdirib alkana və yaxud alkanın törəməsinə çevriləcək. Yəni birləşmə reaksiyasına baxaq. Hidrogenləşmə. Hidrogenləşmə. CnH2n-2 üzərinə gələcəm 1 mol hidrogen. Uşaqlar, buradan alınacaq CnH2n, yəni alken. Alken. Sonra isə bunun da üzərinə 1 mol hidrogen gəldikdə isə buradan alınacaqdır CnH2 plus 2, yəni alkan. Yəni özünə neçə mol maddə birləşdirir? 2 mol maddə birləşdirir, tam doymuş hala keçir. Sonra gəlin klorlaşmaya baxaq. Və yaxud bromla elə birbaşa yazaq, bromlu. 2 mol deməli bromla reaksiya daxil olacaq, alkanın tetrahalogenli törəməsinə çevrilir. Gəlin görək necə. Birinci ümumi reaksiya yazıram. CnH2-2, üstəgəl 2 mol brom 2 alınacaq. Hidrogenlərdə bir problem yox, olduğu kimi qalır. CnH2-2 4 dənə də brom birləşir, olur brom 4. Gəlin indi bunu açıq şəkildə yazaq. Necə? Baxın, propin yazıram.
İnşallah ki görərsiniz uşaqlar bu markerlərdən biraz. Deməli, üzərinə gəlirəm klor 2. Baxın, burada doymuş hissə CH3-dür, doymamış hissə 3 qat rabitə olandır da, düzdürmü? Bu klor, 1 mol klor birləşəndə və yaxud brom birləşəndə, brom yazmışdım. Brom 2 birləşəndə, deməli, alkenin törəməsinə. Baxın, 1 brom bura birləşir, 1 brom da bura birləşir, bir dənə rabitə qırılır. Sonra 2 adlandıraq birinci bunu. Bunu adlandırarkən nə baş verəcək? Deməli, 1, 2 dibrom, 1, 2 dibrom, eten, 1, 2 dibrom, eten, yəni alken. Sonra 1 mol da üzərinə brom gələr. Bu brom yenə birləşəcək bura. Biri də birləşəcək bura. 2 qat rabitədən yenə biri qırıldı. İndi baxın. 1, 2, yox, 1, 1, 2, 2, tetra, brom, propan. Baxın, alkanın tetra halogenli birləşməsinə çevrildi. Sonra davam edirik uşaqlar, birləşmə reaksiyasına baxacağıq. Birləşmə reaksiyasına bir dənə də baxaq hidratlaşmaya. H2O-la birləşmə reaksiyasına girirlər. Baxın, yalnız C2H2 H2O-la reaksiya daxil olub aldehid əmələ gətirir. Aldehid karbon turşularından bir dənə oksigen əksikdir. Bunun neçə dənə karbonu var? 2 dənə. 2 dənə karbon tez yazın. Sonuncu karbon COH, indi hidrogeni düzəltmək üçün burada CH3 artırılır. Bu Kucherov reaksiyası adlanır. Civə 2 müsbət duzları iştirakında gedir bu reaksiya. Kucherov reaksiyası adlanır. Amma digər alkinlər, yerdə qalanlar, digər alkinlər hidratlaşır və çevrilir uşaqlar ketona. Məsələn, necə biləcək? İndi biz bunları ketonu, aldehidi ayrı keçəcək. Ola bilsin ki, biraz çətinlik gələ bilər. Nə edəcəksiniz uşaqlar? Sadəcə 3 karbon deyil, siz də 3 karbon yazacaqsınız. Bu 3 qat rabitə, bu hidrogen, hidrogensiz olandan aşağı bir dənə oksigen çıxardırsınız. Bu da olacaq aseton. İstifadə elədiyimiz aseton və yaxud dimetil keton. Adını bilməsək də olar, asetonu mütləq bilək. Ancaq ki, bu reaksiyaları təzədən keton dərsində keçəcək. Bu belə uşaqlar. Deməli, hidrogenləşməyə baxdıq, halogenləşməyə baxdıq, hidratlaşmağa baxdıq. Gəlin, indi hidrogen, halogenitlə reaksiyalarına baxaq. Hidrogen, halogenitlə reaksiyalarına baxaq. Məsələn, yazıram, propinin üzərinə gələk 1 mol H2O. Deməli, alkenə çevriləcək. Hidrogenləri də yazıram. Deməli, birləşmə bunun 3 qat tərəfində gedə bilər. Burayla mənim işim yoxdur, doymuş aldım. Hidrogeni çox olana, birləşdi bura 2. Hidrogen, digər isə hidrogeni az olana. Sonra 2 qat rabitənin biri qırıldı. Nə baş verdi? 2 klor propen, yəni alken. Üzərinə 1 mol da H-klor gəlsək, yenə hidrogeni çox olana, deməli, klor hidrogeni az olana və 2 qat rabitə qırıldı. Nə yaranacaq? Deməli, 2 diklor propan. Aydındır uşaqlar. Bu oldu hidrogen halogenitlərlə reaksiyası. İndi baxırıq sizi ilə. Qeyd elədik ki, bunlarda polimerləşmə reaksiyası var da, düzdürmü? Bir polimerləşməni, dimerləşməni biz keçmişdik. Dimerləşmə. Asetilen C2H2 dimerləşirdi. Yəni ikiləşirdi. Baxın, qarşısına 2 düşürdü. Burada nə qədər karbon olacaq? 4 dənə. Nə qədər hidrogen olacaq? 4 dənə. Deməli, asetilen dimerləşəndə nəyə çevrilir? Vinil asetilenə. Vinil radikal nədir? 2 qat rabitə. Asetilen nədir? 3 qat rabitə. Bu vinil asetilenin formuludur. Vinil asetilendə 3 dənə pi rabitə var və doymuş hala keçməsi üçün vinil asetilenin özünə 3 mol maddə birləşdirməlidir. Bunu da sildik. Bu oldu dimerləşmə. İndi sizi ilə baxırıq uşaqlar. Trimerləşmə. Trimerləşmə reaksiyası. C2H2 3 mol tridir axı, düzdürmü? Burada aktiv kömür katalizatoru görəcək. Deməli, trimerləşəndə karbonu vururam, 2-ni vururam, 3-ə eləyir 6.
Hidrogeni vururam 3-ə eləyir 6. C6 H6. Yəni trimerləşəndə nə əmələ gəldi? Benzol. Dimerləşəndə nə əmələ gəldi uşaqlar? Deyirsiniz ki, dimerləşəndə vinil asetilen əmələ gəldi. Bu hissə aydındır. Kimin sualı varsa versin, digər hissəyə keçirəm artıq. Sualınız yoxdur ki, uşaqlar. Davam eləyək. Tak, davam eləyirik deməli sizinlə oksidləşmə və yanma reaksiyalarına baxaq. Deməli, baxırıq nəyə? Qeyd elədik ki, yanma reaksiyası rahatdır. CnH2-2. Oksigenin əksi, alkanın əksinəsidir. 3N çıxılsın, 1 bölünsün O2. Hansı hissəni? Ayhan, hansı hissə çatmadı? Buraya qədər başa düşmüşəm, ümumi deyirəm. Ümumi, yəni, bildim. Biraz tez danışırsınız. Yaxşı, yaxşı, aydın. Deməli, yanma reaksiyaları alkanların əksinəsidir. Alkanlarda 3N çıxılsın, 3N plus 1 yazırdı. Burada isə 3N çıx 1 yazılır. Karbon qazının qarşısında N düşür. Suyun qarşısında isə N çıxılsın 1H2O. Bu alkadiyenlərdə olduğu kimidir. Yəni fərqi yoxdur. Bu yanma reaksiyası mənə elə gəlir ki, burada bir problemimiz olmaz. Alkanın əksinəsi diyenlərdədir, bir də alkinlərdədir. Davam edirik oksidləşməyə. Baxaq görək, oksidləşmə necə olur? Deməli, oksidləşmə uşaqlar, kalium permanganatla deməli oksidləşməyə baxaq. Yazıram. Asetilen. Bir dənə asetilində fərqlilik var. Asetileni kalium permanganatla oksidləşdirirəm. Burada ya belə oksigen transkripsiyanın içərisində görəcəksiniz və yaxud burada kalium permanganat plus H2O da qeyd edə bilərik. Yəni heç bir problemi yoxdur. Transkripsiyanın içərisində oksigen görürsə, deməli oksidləşmədən söhbət gedir. Uşaqlar, bircə dənə asetilində alınacaq 2 əsaslı turşu. Yəni necə? 2 dənə karbon deyil, tez 2 karbonu yazın. Burada COH düşür, burada COH düşür. Kalium OH, mangan O2, OH hamısında əmələ gələndir. COH. Buna deyirlər oksalat turşusu və yaxud buna deyirlər turşəng turşusu. Oksalat və yaxud turşəng. Fikir verin, alkinlərdə bir dənə asetilin oksidləşəndə 2 əsaslı turşu əmələ gəldi. Bəs digər alkinlər oksidləşsin. Məsələn, burada yazaq propin. Propini oksidləşdirək. 3 dənə karbonu var. Tam diqqətiniz məndə olsun. 3 dənə karbonu var. Digərlərində hamısında bu işi görəcəm. Deməli, 3 qat rabitəli karbonu harada gördüm? Belə bir qırıram. Neçə dənə karbon qalır sol tərəfə? 1 dənə. Sağ tərəfdən 2 dənə karbonum qaldı. 2 dənə. Düzdürmü? Baxın, buradan alınacaq bir karbonlu turşu HCOH. Buradan yaranacaq 2 karbonlu turşu CH3COH. Və yaxud yenə baxırıq başqa bir nümunəyə. Baxın, 3 qat rabitə, burada CH3 yazıram, burada CH3. 3 qat rabitəni götürürəm, bax belə qırıram. Qırdığım hissənin sol tərəfinə də 2 dənə karbon düşdü. Sağ tərəfinə də 2 dənə karbon düşdü. Düzdürmü? Deməli, hər ikisində 2 karbonlu turşu yaranacaq. 2 karbonlu turşu kimdir? Sirkə turşusudur da. 2 dənə toplama yazmayacağım. Elə birbaşa yazaram da 2 mol sirkə turşusu yarandı. Və yaxud sən deyirsən ki, mən onu bilmirəm. Yazıram CH3COH, üstə gəl CH3COH. Yenə eyni şeydir də. Qarşısına 2 mol yaza bilərim. Aydındır o hissə. İndi bunlardan bir sual cavab eləyək uşaqlar. Baxaq görək. Deməli, belə bir formulu yazıram.
Kömək elə mənə, ayan ilə kömək eləsin. Bunu kalium permanganatla oksidləşdirək. Nə alınacaq ayan burada? Hansı yolla getdik? Deməli, hə? Kömək elə mənə. Burada 3 qat rabitə olan qırırdıq. Üç qat rabitəni qırdım. Aha. Solda bir dənə qalıb. Aha. Karbon. Bir dənə. Sağda 2-3 dənə. 3 dənə. Sonra Bir karbonlu turşu yazıram. HCOH. COH. Bir, qarışqa üç. turşusu. Bəli, qarışqa turşusu yazdım. Burada bir 3 dənə karbonumu yazıram. Sonuncuya bir dənə COH atacağım. Bəli, bəli. Aydındır. Bəli, Başa düşdük bu hissəni? bəli. Ay, sağ ol. Yəqin ki, bura aydın oldu. Yaxşı, bir baxaq Aygün. İnşallah gəl o saatda həm bu izah elədiyimdən yenə nümunələr gətirəcəm. Həm də ki, testlərə baxacağım. Tak, baxaq Aygün. Bax, belə bir formul deyirəm. Belə. Aha. Üstə gəl. Kalium permanganatla oksidləşdirək. Burada nə əmələ gələcək Aygün? Digərləri də yazsın. 3 qat rabitəni, Necə? 3 qat rabitəni qırırdım mən. 3 qat rabitəni qırdım. Aha. Sonra deyəsən, ondan Bura neçə başlayıram karbon nömrələməyə. düşdü? 3, yox 4. 1, 2, 3. Bura 3 dənə düşdü. Bura neçə karbonun düşür? Ora 2 dənə düşmür. Burada 2 dənə. İndi nə edəcəksən? 3 karbonu olduğu kimi yaz. 1, 2, 3. Sonuna bir COH. Şu. 1, 2. Neçə dənə karbondur? 2 dənə karbon. Sonuna bir COH. Vəssalam. Hidrogenləri düzəltmək sonraki işdir. Düzəldərəm də hidrogeni karbon valentini 4-ə gətirərəm. Bax belə. Bəli, Zəhra, doğrudur. Etan turşusu və yaxud sirkə turşusu deyərəm, digər də propan turşusu. Yəqin ki, bu hissə aydındır. Bəli, müəllimə. Ay, sağ ol. Davam eləyək uşaqlar. Davam eləyirik indi sizinlə əvəz etmə reaksiyalarına. Normalda biz doymamış birləşmələrdə əvəz etmə reaksiyaları yazmırdıq. Əvəz etmə reaksiyası yazmırdıq, amma burada yazırıq. Əvəz etmə reaksiyalarında deməli, 3 qat rabitə zəncirin kənarındadırsa, yəni ya əvvəlində və yaxud sonunda, fərqi yoxdur da. Zəncirin kənarında olan alkinləri təyin eləmək üçündür. Məsələn, uşaqlar, əvəz etmə nə ilə gedəcək? Əvəz etmə gedəcək argentium 2O-nun amoniakda məhlulu, natriumun amoniakda məhlulu, kuprum 2O-nun amoniakda məhlulu, mis 1 xloridin bunların amoniakda məhlulu ilə gedəcək. Məsələn, yazıram uşaqlar, birin yazaq argentium 2O-la reaksiyasını yazıram. CH, CH. Üzərinə gələm argentium 2O, burada da yazacağım NH3-də məhlulu. Sonra bir də yazıram uşaqlar, belə bir, belə. Üzərinə gələm argentium 2O. Yadınızda saxlayın. Zəncir kənarda olarsa, bu yazıq asetilində onsuz da 3 qat rabitədən ibarətdir. Fikir verin, bunun 3 qat rabitə kənarındadır və əvəz olunmalı hidrogeni var da, düzdürmü? Əvəz olunmalı hidrogen. Burada hidrogenlər argentiumla əvəz olunur. Baxın, yenə yazıram, heç bir birləşmə reaksiyası deyil. Hidrogenlərin yerinə sadəcə yazacaqsınız argentium. Bunun H-ı çıxdı, bunun da oksigeni yerdə qaldı. Oldu H2O. Amma 3 qat rabitə zəncirin ortasında yerləşərsə, bu 3 qat rabitəlidə hidrogen varmı əvəz olunsun? Ona görə burada reaksiya getməyəcək. Baxın, yazıram. CH2, CH3. Bu butin 1'dir. Bayaq yazdığım butin 2 idi. Butin 2-də əvəz etmə getmədi.
İndi yazıram argentium 2O-dan amonyakda məhlulu. Burada əvəz ol, 3 qat rabitəni seçirəm. Əvəz olunmalı hidrogen var da, düzdürmü? Və burada olan hidrogeni silirəm. Ora nə əvəz eləyəcək? Argentium. Bunun H-ı, bunun da O-su olacaq H2O. Deməli, 3 qat rabitə zəncirin kənarında olanlar argentium 2O, natrium, kuprum klor, kuprum 2O-dan reaksiya daxil olur və bu olur əvəz etmə reaksiyası. Aydındır? Başa düşdük bu hissəni? Məsələn, natriumdan reaksiyasına baxaq. CH, üzərinə gələn natrium amonyakda məhlulu. Belə bir reaksiya. Fikir verin uşaqlar. Burada əvəz olunmalı 2 dənə hidrogen var, düzdürmü? Deməli 2 mol natriumlar. Bu natriumlar gələcək burada hidrogenin yanına baxarıq, problem yoxdur, oksitləşməyə bir də baxarıq. Narahat olmayın. Yenə bunu keçəcəm, amma sizinlə soruşa. Natriumları yazdım və salam. Buradan yalnız hidrogen çıxacaq. Çünki bu natriumun yanında heç nə yox idi. Başa düşdük? İstəyirsiniz, mənim kuprum klor olsaydı nə baş verərdi? Burada kuprum klor olarsa, yenə deyirsən əvəz etmə gedəcək də, düzdürmü? Tutaq ki, bax, burada yazaq. Kuprum klor. Deyirsən əvəz etmə gedəcək, düzdür? Çünki hidrogen var 3 qat rabitənin yanında. Buradakı hidrogenin yerinə gələcək kuprum. Hidrogen bunun yerdə qaldı nəyi? Kloru. Çıxacaq nə? H klor. Aydındır uşaqlar. Bu da olduğu əvəz etmə reaksiyası.